Salam millət, hər vaxtınız xeyir. Bu gün sizinlə qısa və maraqlı bir topik haqqında danışacağam və göstərəcəm. Tutalım ki, bir front-end dizayner yazmağa başlayırıq, front-end hissəsini yazmağa başlayırıq. Gəlib burada main adlı bir klass yaradıram və aşkidə salam millət qeyd edirəm. Gəlib nəticəyə baxsam, salam milləti burada görürəm, əla. Amma diqqət etsəz, soldan və yuxarıdan mənim istəmədiyim, vermədiyim bir məsafə var. Gəlib CSS-də baxsam, mən bu kodu burada heç bir kod qeyd etməmişəm. Bu mənim hər proyektə başlayanda yazdığım və önəmli bildiyim bir hissədir CSS-də. Bura bir ulduz qeyd edirəm və bu kodu bura əlavə edirəm. Ulduz burada bütün HTML təqləri nəzərdə tutur. Margin padding elementin içində və xaricindən olan hər hansı məsafəni istəmirəm. Bunları sıfırlayıram. Box sizing border box ilə borderimin məsafəyə təsir etməsinin qarşısını alıram. Text decoration none ilə mən A təqlərimdə gələn alt xətti və ya da göy rəng falan bunların qarşısını alıram. List style none ilə isə ULL təqlərimdə ola biləcək hər hansı dizaynı nöqtəyə və ya da rəqəm nöqtə gəlir çox zaman. Bunları mən sıfırlayıram. Niyə? Çünki əgər özüm hansısa bir yerdə əgər bunu əlavə etsəm, rahatdan bir sətir yazıb özüm əlavə edə bilərəm. Amma çox zaman bunlar bizə lazım olmadığı üçün gəlib bir hər yerdə bunları bu şəkildə yazmaqdansa bir dənə ümumilikdə bunu yazmaqda fayda var. Və gəlib indi koda baxsam artıq tekstim tam ən dibdən heç bir məsafə olmadan düzgün şəkildə başladığını görürük. Və bundan sonra əgər mən CSS əlavə etmək istəsəm, artıq rahatlıqla 20 piksel yuxarıdan 50 piksel aşağıdan falan verərək də davam edə bilərəm. Ümid edirəm sizə faydalı oldu. Unutmayın, hər dəfə CSS yazdıqda kopya edərək bu hissə ilə başlaya bilərsiniz. Hələlik.